Burada bilirsiniz çox dərinə gedən məsələlər var. İndi Əkrəm İmamoğlu Türkiyənin böyük siyasətçisidir. Böyük deyəndə nüfuzlu siyasətçilərindəndir. Biz burada durub onu hələ məhkəmə hökmü olmadan istintaq materialları asıb kəsə bilməliyik. Amma mən özümü qoyuram Erdoğanın yerinə. Mən Erdoğanın oturmuşam. Prezident seçkilərinin 3 il qalıb və son seçkilərdə kifayət qədər qalib gəlmişəm. Uzun illərdir qalib gəlmişəm. Və birdən-birə mən niyə qəhrəman düzəldim İmamoğludan? Yəni, əgər mənim əlimdə faktlar yoxdursa, niyə ondan belə deyək, məzlum obrazı yaradım? Və Türkiyədə bir şey var da, bilirsiniz, məzluma dəstək verirlər, əzlənə dəstək verirlər. Məsələn, Erdoğan və onun hökuməti bunu da bilir ki, yəni cəmiyyət təpki oyu verə bilər. Yəni, sən əgər mən bu haqsız olaraq İmamoğlu və CHP-nin üstünə gedərəmsə, növbəti seçkilərdə xalq bunu məndən çıxardar, acığını çıxar ki, sən xeyr ola, rəqibi get meydanda tut, da həbs eləmək nədir? Yəni, bunu Erdoğan da bilir və iqtidar da bilir. Mən özüm qoyuram onun yerinə. Əgər mənim əlimdə sübutlar olmasaydı, yəni əsaslandırılmış faktlar olmasaydı, birdən-birə İmamoğlu kimi, belə deyək də, mediatik, PR-ı gözəl bilən, insanlarla işləməyi bilən, reklam belə deyək, industriyasından xəbəri olan adamı birdən-birə həbsə atmaq riskli olardı. Ona görə mən əminəm ki, Türk istintaqının əlində kifayət qədər materiallar var, yəni kifayət qədər faktlar var. Hə, deyilə bilər ki, niyə ortalığa qoyulmur? Xatırladım ki, 23-nə qədər gizlilik qərarı çıxarılıb. Yəni 23-nə qədər nə istintaq orqanları, nə müvəkkillərin vəkilləri, nə medialar konkret faktlar üzrə nələrsə ortaya qoya bilməzlər. Niyə? Çünki faktlar üzrə çıxanda o adiyyatı olan digər insanların istintaqdan gizlənmə riski var. Ona görə 4 gün gizlilik qərarı verilib. Bu 4 gündə 23 martda bitir, səhv eləmirəmsə. Və 23 marta qədər biz indi baxın 50-nin 50-yədir. Bəziləri deyəcək, düz eləyib tutublar, bəziləri deyəcək, səhv eləyiblər, rəqibi sıradansa bu 23-nə qədər 50-nin 50-yədir. Çünki ehtimallardır. Amma 23-dən sonra istintaq artıq bəzi materialları ortalığa qoyacaqlar. Məsələn, necə ki, bundan qabaq bələdiyyə sədrləri həbs olundu, bir vay-şuran qalxdı ki, nə danışsan, sən bələdiyyə sədrini, sonra istintaq ortaya qoydu ki, qarşı, bu bələdiyyə sədri axtarışda olan PKK-lı ilə 1 il ərzində 180-ci dəfə danışığı olub. Yəni, bu PKK-lı ilə sən nə danışığın ola bilər? İzah edəyəm, artıq insanlar dedi, yox qardaş, burada fakt var, iş var. İndi İmamoğlu, bilirsiniz, biz deyirik, amma əks tərəfi də düşünək. Qardaş, sən əgər müxalifətçisənsə, sən əgər tutaq ki, lap iddialı namizədsənsə, sən əgər populyar siyasətçisənsə, sən qanunları poza biləcək bir imtiyazın mı var? Yox.